28 oktyabr üçün bürclərin ən düz proqnozu belədir. Qoç, enerji və aktivlik sizi gün boyu dəstəkləyəcək. Yaxınlarınızla münasibətlərdə diqqətli olun, kiçik anlaşılmazlıqlar böyük problemlərə çevrilməsin. Məsləhət, sakit və planlı hərəkət edin. Buğa, maliyyə sahəsində fürsətlər açılır, amma riskli addımlardan çəkinin. İşdə səbirli olun, əks halda stres artacaq. Məsləhət, xərcləri düzgün planlayın. Əkizlər, ünsiyyət bacarıqlarınız sizi irəli aparır. Yeni tanışlıqlar və əməkdaşlıqlar gününüzü zənginləşdirə bilər. Məsləhət, sözlərinizi diqqətlə seçin. Xərçəng, emosional vəziyyətiniz dəyişkən ola bilər. Ailə və yaxın dostlarla vaxt keçirmək sizi rahatladacaq. Məsləhət, duyğularınıza hakim olun. Yaradıcı fəaliyyətlər və hobbilər gününüzü rəngarəng edəcək, işdə yeni ideyalar sizi fərqləndirəcək. Məsləhət, özünüzə inanın, təşəbbüskar olun. Qız, detallara diqqət yetirmək sizə üstünlük gətirəcək. Səhvlərdən qorxmayın, hər təcrübə faydalıdır. Məsləhət, planlı və nizamlı olun. Tərəzi, münasibətlər və əməkdaşlıqlar ön planda olacaq. Diplomatik davranış uğur gətirəcək. Məsləhət, ətrafınızdakilərin sözlərinə qulaq asın. Əqrəb, maliyyə və şəxsi məqsədlərdə irəliləyiş mümkündür. Amma hər şeyi tələsməyin. Məsləhət, strategiyanıza sadiq qalın. Oxatan, səyahət və öyrənmə imkanları önə çıxır. Yeni biliklər sizə üstünlük verəcək. Məsləhət, macəralara açıq olun, amma ehtiyatlı hərəkət edin. Oğlaq, iş və məsuliyyətlər artacaq, amma nəticələr sizi məmnun edəcək. Məsləhət, prioritetlərinizi düzgün müəyyən edin. Dolça, yaradıcı ideyalar və innovativ yanaşmalar diqqət çəkəcək. İnsanlarla paylaşmaq faydalı olacaq. Məsləhət, ətrafınıza açıq olun. Balıq, hiss və intuisiya güclənəcək, yaxın münasibətlərdə anlayış önəmli olacaq. Məsləhət, duyğularınıza güvənin, amma ağıllı hərəkət edin. Əgər istəyirsiniz, mən bunu qısa və birbaşa pul uğur yönümlü versiyada da hazırlaya bilərəm. Daha praktik olar.